sağlamlığa necə təbii qovuşmaq olar? İndi qovuşmaq üçün də nə etmək lazımdır? Bir mənalı şəkildə bilmək lazımdır. Biliş həyat. Biləndə ki, suyu necə qaynatmaq olar? Su qaynasam mı yaxşıdır, qaynamasam mı yaxşıdır? Təbii su qaynayanda ölü su olur. Qaynanmış su içəndə sən orqanizm onu normal suya çevirmək üçün orqanizm tərəfindən mənimsənilməsi üçün nə qədər ona enerji sərf edir. Bir də var təbii su, bulaq suyu. Lap təbii qaynamamış suda təmiz su. Onun indi təbii ki, mütləq təmizliyinə fikir verilməlidir. O olur tamam başqa bir su, ideal su. Talayavada deyirlər. İdeal suyun da hazırlanması haqqında sizə məlumat verə bilərəm. Götürürsünüz, suyu tökürsünüz qazana, qazanı qoyursunuz soyuducuya, soyuducuda kənardan içərisinə doğru başlayır qaysaqlamağa. Yəni, nazik buz parçası yaranmağa və suyun içərisində olan deytrum, yəni o radioaktiv maddə yığılır mərkəzə doğru. Sonra siz onun mərkəzindən onu bir qaşıqla götürürsünüz, təmizləyirsiniz bir qabla. Sonra isə üzündəki buzu götürürsünüz və oradakı olan bütün zərərli orqanizmlər məhv olur. Sonra onu qəbul edirsiniz. Ona deyirlər talayamada, qar suyu. Tam təbii qaydada qəbul edə bilirsiniz. Bundan başqa təbii ki, insanlarımızın hər zaman düşündürən, hər zaman narahat edən vasitələrdən biri onların sağlam qidalanması, sağlam həyat tərzi və təbii ki, hamının istədiyi bir şey sağlam və uzun ömür yaşamaq. Sağlam və uzun ömür yaşamaq üçün də mütləq aşağıdakı şərtlərə riayət etmək lazımdır, özü də hər zaman. Nə? Təmiz hava, bol miqdar su, hərəkət və ailə tərzi, ailə münasibətləri. Bunların bir yerdə, təbii ki, onun içərisində eyni zamanda düzgün qidalanma.